Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugün sizə növbəti süni intellekt aləti olan Gamma AI təqdim edəcəm. Gamma proqramı slayd hazırlamaq üçün olan süni intellekt alətidir. Daxil olanda bundan əvvəl hazırladığımız slaydları görə bilirik. Bir də burada sorğu verib slayd hazırlaya bilərik. Yəni təqdimat. Məsələn, burada biz veririk bilik günü. Bilik günü ilə bağlı təqdimat istəyirik. Belə bir ekran açılır. Bizim üçün agent ayrılır. Enter vururuq və sorğuya daxil oluruq. Biz bu sorğuya cavab verməklə tapşırıq vermiş oluruq agentə. Tələbələr üçün hazırlanır, yoxsa müəllimlər üçün, tələbələr üçün hazırlanır. Bilik haqqında məlumat vermək istəyirik. Tutaq ki, daha sonra digər məlumatlar 8 dənə slayd olacaq. OK deyib, qəbul edirik. İçərik bölməsində slaydın ölçüsü 16-nın 9-a və digər ölçülərlə bağlı məlumatları burada seçə bilərik. Bir də slaydın tipini seçirik. Daha sonra görsel bölməsini açırıq. Burada mətnin formatını, formasını və s. məlumatları qeyd edə bilərik. Sonda oluşdur düyməsinə vurursunuz və gözləyirsiniz. Gördüyünüz kimi burada slayd hazır olaraq siz izləyə bilirsiniz. Slaydımız hazırdır. Gördüyünüz kimi çox möhtəşəm şəkillərdən ibarət olan bir slayd hazırlandı. Biz bunu bir çox formatda yükləyə bilərik öz kompüterimizə və ya telefonumuza. Gördüyünüz kimi şəkillərdə əlavə edib özündən və çox maraqlı məlumatlar səliqəli formatda hazırlanıb. Yükləmə qaydası 3 düyməyə vururuq sağ tərəfdə olan və dışa aktar düyməsinə vururuq. Buradan ixracat düyməsinə vurduqda PDF formatında, PowerPoint formatında və ya PNG formatında yükləyə bilirik. Uğurlar olsun hər biriniz.